Nazirliyin xətti ilə biz qastrol səfərlərinə çıxmışıq və bu gün də biz Mədəniyyət Günü ərəfəsində Lənkəran şəhərindəyik. Bizim əziz Lənkəranlılarımızla görüşürük. İndi bir neçə dəqiqədən sonra bizim möhtəşəm konsertimiz olacaq. Bizi müşayiət edəcək Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı. Solistlərimiz, rəqs ansamblımız yüksək səviyyədə hazırlaşmışıq və Lənkəranlıları bugün sevindirəcəyik. Musiqi sevərlər üçün əhəmiyyətli bir gündür. Belə ki, 15 aprel dünyada beynəlxalq mədəniyyət günü kimi qeyd olunur. Bu əlamətli gün mədəni irsin qorunması, inkişafı, gələcək nəsillərə ötürülməsi vacibliyi bir daha vurgulayır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionlarda keçirilən qastrol proqramı çərçivəsində bugün sizlərlə görüşməkdən böyük məmnunluq duyurum. Belə qastrol səfərləri Azərbaycan mədəniyyətinin zəngin xəzinəsinin bölgələrdə təbliği, milli musiqinin və rəqs hissimizin daha geniş auditoriyaya çatdırılması, eyni zamanda regionlarda mədəni həyatın daha da canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlər sənətin, musiqinin və milli ruhun bir araya gəldiyi unudulmaz anlara çevrilir. Və qarşınızda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. Bədii rəhbər Sahil Quliyev, baletmeister Sənan Cavadov. Musiqisi Cahangir Cahangirov, sözləri Tofiq Bayram, ifa edir Samir Məmmədov. Göller güzel seninler sever, üstün kepezlere karşı senin göy göl. Sana çok verin, bana mesut verin. Sözünü suyuma gözyaşı göy göl. Sana canım verin, bana mesut verin. Sözünü suyuma gözyaşı göy göl.
mənə bax. Gəncədən fayton gəlir. Tapmaqları ifa edir Şirxan Cahangirov.
əsərini Zeynal Cabbarzadə ifa edir Əli Məmmədov. Başım
gecədə ilk öncə bütün qonaqlarımızı, hörmətli hərbi iştirakçıları hamısı salamlayıram. Və bildiyiniz kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionlarda bədii kollektivlərin qastro proqramları uğurla həyata keçirilir. Bugün də bu axşam Lənkəran şəhərinin Lənkəran Mədəniyyət Mərkəzində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının kollektivini mən bir daha salamlayıram və bugün milli musiqimizə və rəqslərimizə yeni nəfəs gətirdiyiniz üçün hər birinizə səmimi öz təşəkkürümü bildirirəm. Var olasınız. Və təbii olaraq bu gözəl konsert proqramı Gəncə Dövlət Filarmoniyasının hamımızın sevimlisi Aygün xanıma mən öz təşəkkürümü bildirmək istəyirəm. Və Aygün xanım, sizi bu səhnəyə dəvət edilmək istəyirəm. Lənkəran Asları Regional Mədəniyyət İdarəsi olaraq kiçik bir sizlərə hədiyyəmiz var. Xahiş edirəm. Hədiyyəmizi zəhmət olmasa səhnəmizə təqdim edərsiniz. Bu Lənkəranın məşhur Xanbulan mənzərəsidir. İstəyərdik ki, bizlərdən sizə xatirə qalır. Təşəkkür edirəm. Əziz Lənkəranlılar, hörmətli qonaqlar, hörmətli musiqi sevərlər, çox şadıq ki, bugün buradasınız, bizimləsiz və bizim təşkil etdiyimiz bu gözəl konsert proqramını sona dək izlədiniz. Bugün Mədəniyyət Günüdür, beynəlxalq Mədəniyyət Günüdür və hər birinizi bugün münasibətilə təbrik edirəm və arzu edirəm ki, Lənkəranın sənət xadimləri, sənət xadimlərinin də Gəncədə, Bakıda və Azərbaycanın digər regionlarında konsertləri olsun. Belə gözəl konsertlər bizi bir-birimizə daha yaxından tanıdır və istərdik ki, hele Gəncə Filarmoniyasının səhnəsində Lənkəran bu bölgənin sənət xadimlərinin də konsertlərini görək. Təşəkkür edirik. Bir daha hamınıza təşəkkür edirəm. Aygün hanım, çox sağ olun. Yaxşı ki varsınız. Yaxşı ki sizin kollektiviniz var. Vallahi həqiqətən də bu